Rus dilində necə deyərsiniz ki, onun adı? Burada diqqətli olmaq lazımdır. Çünki baxır kimin adından danışırsınız. Əgər danışdığınız insan kimin ki adını demək istəyirsiniz, kişidirsə, deyəcəksiniz Yevo zavut. Məsəl üçün, Yevo zavut Ruslan. Nə bilim, Yevo zavut Raşad və s. Əgər adını demək istədiyiniz qadındırsa, o zaman deyəcəksiniz ki, Yeyo zavut. Məsələn, Yeyo zavut Fidan, Yeyo zavut Günel və s. və ilaxır. Əzizlərim, əgər özünüz sərbəst məşğul olaraq qısa cümlələr, yəni rus dili bilmək o demək deyil ki, zəngin cümlələr öyrənmək lazımdır. Xeyr, sadə qısa cümlələr bilərək rus dilində B2 səviyyəsində danışmaq istəyirsinizsə, o zaman düşünmədən mütləq mənim danışıq kitabımı əldə edin. Bu kitabı çap variantında da əldə edə bilərsiniz, PDF variantında, elektron variantda da. Əgər xaricdə yaşayırsınızsa, uzaqda yaşayırsınızsa və yaxud sizə daima telefonla, siz ona görə telefonla öyrənmək daha rahatdır. Başlayırsınız öyrənməyə. Bu da kifayət deyil. Eyni zamanda pulsuz rus dilindən hər gün faydalanmaq istəyirsinizsə, səhər 8:30, axşam 23:00-da canlı yayınıma gəl. Özün ayba-ay nəticəvi görüb şok olacaqsan.